Ağdamda baş verən mina partlayışında 3 nəfər xəsarət alıb. Bu barədə məlumat təbibin açıqlamasından məlum olub. Qeyd edilib ki, Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan ikisi kişi, biri qadın cinsli olmaqla 3 nəfər Bərdə rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1983-cü il təvəllüdlü kişi cinsli şəxsə sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir. 2012-ci il təvəllüdlü qadın cinsli şəxsə hər iki aşağı ətraf və döş qəhvəsinin qəlpə yaraları, 2014-cü il təvəllüdlü kişi cinsli şəxsə isə hər iki aşağı ətrafın və qarının ön səthinin və sol yuxarı ətrafın qəlpə yaraları diaqnozları təyin edilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir. Qeyd edək ki, minaya düşənlər ata və onun 2 az yaşlı övladlarıdır. Mina partlayışında xəsarət alanlar Məmmədov Səbuhi Elmanoğlu və onun övladları, 2012-ci il təvəllüdlü Məmmədova Dəniz Səbuhi qızı və 2014-cü il təvəllüdlü Məmmədov Elmar Səbuhi oğludur. Xatırladaq ki, bundan əvvəl Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Mina Təmizləmə Agentliyinin birgə yaydığı məlumata görə aprelin 6-sında işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində mina hadisəsi baş verib. Bildirilib ki, Ağdam rayonu Qalayçılar kənd sakini 1983-cü il təvəllüdlü Məmmədov Səbuhi Elmanoğlu minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. Bugün həmçinin Azərbaycan Mina Təmizləmə Agentliyinin əməkdaşı da minaya düşüb. Anamanın yaydığı məlumata görə hadisə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində qeydə alınıb. Bildirilib ki, Anamanın əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əloğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində sağ ayağın topuq nahiyəsinin amputasiyası olunub. Xəsarət alan əməkdaş rayon xəstəxanasında təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir. Yeri gəlmişkən Anama Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıkları ərazilərə daxil olmamağa çağırır.